Salam dəyərli şagirdlər, bizdən bu ifadəni verib və kotangens 8x istəyir. İlk öncə verilən ifadəni sadələşdirək. Buna ortaq məxrəc eləsək, elə sinus 4x vur kosinus 4x, surətdə də kosinus 12x vur kosinus 4x üstə gəlinsin. Sinus 12x sinus 4x bərabərdir 3. Bizdə surət kosinus alfa minus kosinus beta'nın açılışıdır. Yəni kosinus 12x-dan 4x-ə çıxıram. Olur ki kosinus 8x. Və məxrəcidə mən 2-yə vurub 2-yə böləcəm. 2-yə vuranda bax belə olacaq. 2 sinus 4x kosinus 4x böl 2 bərabərdir 3. İndi məxrəc, bax bu hissə eləyəcək sinus 2 alfa, yəni sinus 8x. Surət eləyəcək kosinus 8x və 2 də yuxarı qalxıb 2-yə vuracaq. Bərabərdir 3. Və buradan da kosinus 8x bölünsün sinus 8x bərabərdir 3 böl 2-yə bərabər. Yəni 1,5'e. Baxın kosinus böl sinus alfa nəyə bölünür? Kotangensə. Deməli kotangens 8x olacaq ki, kotangens 8x bərabərdir 1,5. Cavab 1,5 olacaq.